Hörmətli dövlət və hökumət başçıları, əziz dostlar, Azərbaycanın qədim şəhəri olan Qəbəliyə xoş gəlmişsiniz. Qəbələ geniş coğrafiyanı əhatə edən, eramızdan əvvəl 4-cü əsrdə əsası qoyulmuş və eramızın 8-ci əsrinə qədər mövcud olmuş Qafqaz Albaniyasının paytaxtı idi. İlk növbədə Türk Dövlətləri Təşkilatına uğurla sədri etmiş Qırğız Respublikasına təşəkkürümü bildirirəm. Bugün Türk Dövlətləri Təşkilatı sadəcə əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Təşkilatımızın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur. Ortaq tarix və etnik köklərimiz, müştərək milli mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir. Ölkəmiz təşkilatın işinə dəstək məqsədi ilə katibliyin hesabına 2 milyon Amerika dolları məbləğində ianə köçürmüşdür. Daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, müsbət demografiya və gənc əhali, nəqliyyat logistika sahəsində böyük imkanlar, təbii resurslar, habelə hərbi və hərbi-texniki sahədə artan potensial TDT-ni qlobal arenada vacib aktora çevirir. Sevindirici haldır ki, Türk Dövlətləri Təşkilatının rəsmi zirvə görüşləri ilə yanaşı, qeyri-rəsmi zirvə görüşlərinin keçirilməsi artıq ənənəyə çevrilib. Ötən il ilk dəfə Şuşada keçirilmiş qeyri-rəsmi zirvə görüşü və bu il Budapeştdə baş tutmuş görüşümüz mühüm qərarlarla yadda qalmışdır. Hörmətli həmkarlar, bugün sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas amildir. Təşkilatımızın təməl sənədi olan Naxçıvan sazişində sülhün qorunması və təhlükəsizlik əsas məqsəd və vəzifələr sırasında yer alır. Dünyanın üzləşdiyi hazırki geosiyasi və təhlükəsizlik çağırışları fonunda ötən il Şuşada qeyri-rəsmi zirvə görüşü zamanı qəbul edilmiş Qarabağ bəyannaməsinə və bugünkü zirvə görüşünün regional sülh və təhlükəsizlik mövzusuna uyğun olaraq Türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir. Məlumdur ki, təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli faktorlardan biridir. Bu çərçivədə müttəfiqimiz olan Türkiyə ilə dərin əməkdaşlıq mövcuddur. Yalnız son bir ildə Türkiyə ilə birgə 25-dən artıq iki tərəfli və çox millətli hərbi təlimlər keçirilmişdir. Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm. Bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir. 2020-ci il 44 günlük vətən müharibəsində tarixi zəfərimiz, həmçinin 2023-cü ildə qətiyyətli antiterror tədbirləri nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoydu. Bununla da ölkəmizin ərazi bütövlüyü və əzəli torpaqlarımız üzərində suverenliyi bərpa olundu. Bu tarixi nailiyyət yalnız Azərbaycanın milli iradəsinin və əzmkar mübarizəsinin təntənəsi deyil. Eyni zamanda bölgədə ədalətin, sülhün və sabitliyin bərqərar olunmasına mühüm töhfədir. 2 ay əvvəl Vaşinqtonda, Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazı sülh məkanına çevirəcək.
Vaşinqton zirvəsi çərçivəsində eyni zamanda ATƏT-in Minsk qrupunun və əlaqədar strukturların bağlanması üçün edilmiş birgə müraciətə uyğun olaraq 1 sentyabr tarixində ATƏT tərəfindən qəbul edilmiş qərarla keçmiş münaqişənin bu qalıqları da aradan qaldırılmışdır. Beləliklə, attığımız addımlar Azərbaycanın irəli sürdüyü sülh gündəliyini bir daha təsdiq etdi. Biz Ermənistan işğalını heç vaxt unutmayacağıq. Şəhidlərimizin əziz xatirəsini həmişə qəlbimizdə saxlayacağıq. Onların qanını biz döyüş meydanında aldıq. İşğalçını əzəli torpaqlarımızdan qovduq, zəfər çaldıq və eyni zamanda ədalətli sülhə nail olduq. Əziz dostlar, nəqliyyat və kommunikasiya əlaqələri Türk Dövlətləri Təşkilatı çərçivəsində strateji əhəmiyyətə malikdir. Türk dünyasının nəqliyyat, kommunikasiya, tranzit və digər istiqamətlərdə potensialından istifadə məqsədi ilə görülən işlər qlobal əhəmiyyətli layihələrin icrasına gətirib çıxarır. Azərbaycan şərq-qərb və şimal-cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Ölkəmiz Türkiyə ilə Mərkəzi Asiya arasında coğrafi, iqtisadi, nəqliyyat və digər sahələrdə körpü rolunu oynayır. 2022-ci ildən bəri orta dəhlizlə yük daşımalar təqribən 90% artıb. Dəhliz boyu tranzit müddətləri əhəmiyyətli dərəcədə azalıb. Xəzərin ən böyük ticarət donanması, yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Kars dəmir yolu, 9 Beynəlxalq Hava Limanı, regionun ən böyük yükdaşıma avia şirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirib. Bu çərçivədə Vaşinqton zirvəsinin digər mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Zəngəzur dəhlizi həm orta dəhliz, həm də şimal-cənub dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir. Sülh, regional bağlantılar və iqtisadi inkişafla əlaqəli olan digər mühüm istiqamət enerji təhlükəsizliyidir. Ölkəmiz bu məqsədlərin qlobal səviyyədə təmin edilməsində fəal rol oynayır. Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində özünü etibarlı və əvəz olunmaz tərəfdaş kimi təsdiqləyib. Şaxələndirilmiş neft və qaz kəmərləri vasitəsilə Xəzər regionunun beynəlxalq bazarlara birləşməsində strateji rol oynayırıq. Hazırda biz 14 ölkəyə təbii qaz ixrac edirik. Coğrafi əhatəsinə görə boru kəmərləri ilə təbii qaz ixrac edən ölkələr sırasında Azərbaycan birinci yerdədir. Azərbaycan həmçinin günəş, külək və su elektrik enerjisi kimi bərpa olunan enerji mənbələrinə böyük sərmayələr cəlb edir. 2030-cu ilə qədər enerji istehsalımızın təxminən 40%-i bərpa olunan mənbələr hesabına təmin olunacaq. Hazırda biz Orta Asiya, Azərbaycan, Türkiyə, Avropa yaşıl enerji dəhlizi üzərində işləyirik. TDT-yə üzv ölkələrlə Azərbaycan bir çox önəmli sərmayə layihələrini icra edib. Bugünə qədər qardaş ölkələrin iqtisadiyyatına 20 milyard Amerika dollarından çox vəsait qoyulub. Bunun əsas hissəsi Türkiyə iqtisadiyyatına qoyulmuş sərmayədir. Bununla bərabər Azərbaycan Özbəkistanla, Qazaxıstanla, Qırğızstanla birgə sərmayə fondları yaradıb. Bu fondlar vasitəsilə bir çox layihələr icra ediləcək. Ümumilikdə atılan addımlar Türk dünyası daxilində iqtisadi inteqrasiyanın, enerji və nəqliyyat sahəsində dost və qardaş ölkələrimiz arasında
əməkdaşlığın dərinləşməsinə və regionumuzun dayanıqlı inkişafına xidmət edir. Qeyd etdiyim kimi, ortaq tarixi və etnik köklərimiz, dillərimiz bizi bir ailə kimi birləşdirir. Burada 1926-cı ildə Bakıda təşkil edilmiş birinci Türkoloji qurultayın tarixi əhəmiyyətini vurğulamaq istərdim. Gələn il birinci Türkoloji qurultayın keçirilməsinin 100 illik yubileyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə təşkil olunmasını təklif edirəm. Əminəm ki, zirvə görüşümüz, qəbul edəcəyimiz qərarlarla Türk Dövlətləri Təşkilatının mövqeyini daha da gücləndirəcək, xalqlarımızın rifahına və təhlükəsizliyinə əlavə töhfə verəcəkdir. Çıxışımın sonunda Qarabağ və Şərqi Zəngəzurun bərpasına dəstək üçün qardaş ölkələrə bir daha təşəkkürümü bildirirəm. Füzulidə Mirzə Uluğbəy adına məktəb, Qurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Ağdamda Manas adına məktəb artıq fəaliyyətdədir. Bu, Özbək, Qazaq, Qırğız qardaşlarımızın hədiyəsidir. Macar qardaşlarımızın hədiyəsi Cəbrayılda tikilən məktəbdir. Türkmən qardaşlarımızın hədiyəsi bugün təməli qoyulan Füzuli məscididir. Qardaş Türkiyənin şirkətləri bir çox tunellər, körpülər, yollar inşa edir. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq. Выражая признательность президенту Ильхаму Алиеву и азербайджанскому народу за гостеприимство и высокий уровень организации саммита, президент Кыргызской республики Садыр Джапаров сказал: Cənab Baş Katib, hörmətli dövlət başçıları, ilk olaraq mən İlham Heydəroğlu Əliyevə və qardaş Azərbaycan xalqına göstərilən qonaqpərvərliyə və təşkilatı bu görüşün keçirilməsinə görə təşəkkür edirəm. Qəbələ 2000 il tarixə malik qədim bir şəhərdir və bizim burada yığışmağımız heç də təsadüfi deyil. 3 oktyabr tarixində 16 illiyini qeyd edən Naxçıvan sazişi olduqca vacib bir səniş sazişidir. Bu qısa dövr ərzində bizim təşkilatımız dinamik şəkildə inkişaf etmiş və bizim regional səviyyədə təşkilatımızın nüfuzunu gücləndirilmişdir. Подчеркнув, что его страна всегда была сторонницей мира, стабильности и добрососедства, президент Кыргызстана сказал: Biz Azərbaycan Respublikasının prezidenti və Ermənistanın baş naziri arasında imzalanmış birgə bəyanatı alqışlayırıq. Bu, hər iki ölkənin siyasi rəhbərliyinin iradəsini göstərir və bunun sayəsində Cənubi Qafqazda davamlı sülh, təhlükəsizlik və etimad qurulacaqdır. Bu sahədə zatərləri İlham Heydəroğlu Əliyevin məhz sülh prosesinə olan töhfəsini xüsusilə qeyd etmək istəyirəm. Президент Садыр Джапаров подчеркнул, что в 2026 году в его стране пройдут Всемирные игры кочевников и пригласил участников саммита на эти игры в качестве почетных гостей. Bu zirvə çərçivəsində Qırğız Respublikası öz sədrliyini başa çatdırır və onu qardaş Azərbaycana ötürür. Əminəm ki, Azərbaycanın sədrliyi çərçivəsində təşkilat öz inkişafını davam edəcək və beynəlxalq müstəvidə öz nüfuzunu daha da artıracaqdır. Eyni zamanda da Türk xalqlarının firavanlığına yönəlmiş bütün təşəbbüsləri inkişaf edəcəkdir. Подчеркнув стратегическое значение укрепления единства и сотрудничества между тюркоязычными народами, президент Казахстана Касым-Жомарт Токаев поблагодарил президента Азербайджана Ильхама Алиева за гостеприимство и высокий уровень организации мероприятия, назвав подписание совместной декларации между Азербайджаном и Арменией по установлению мира историческим шагом. Президент Казахстана сказал: Mən Azərbaycan və Ermənistan arasında sülhlə bağlı birgə bəyanatın imzalanmasını təqdir etmək istəyirəm və inanıram ki, bu tarixi addım 30 il davam edən münaqişənin həllində mühüm addım olacaqdır. Bugün mövcud olan geosiyasi vəziyyətin fonunda Türk dövlətləri arasında olan birlik
çox vacibdir. Əziz qardaşlar, məşhur Azərbaycan şairi Bəxtiyar Vahabzadə vaxtilə qeyd etmişdir ki, Türkün Türklə ədavətə haqqı yoxdur. Bu, bizim ağsaqqalların dedikləri sözləri çox yüksək tutmalı və Türk dövlətlərini bir araya gətirməkdə əlimizdən gələni edəcəyik. Növbəti sədrlik bizim Azərbaycanlı qardaşlarımıza keçir və bu işdə Prezident İlham Əliyevə öz təşəkkürümü və uğurlarımı diləyirəm. Касым-Жомарт Токаев расценил реализуемый Казахстаном, Азербайджаном и Узбекистаном проект «Зеленый энергетический коридор» как отличный пример плодотворного сотрудничества в этой сфере. Президент Турецкой Республики Реджеп Тайип Эрдоган в своем выступлении указал на необходимость более активной разработки модели большого тюркского языка, что позволит не только защитить культурное наследие тюркских народов, но и активно развивать технологии искусственного интеллекта, заявив, что Турция не просто отслеживает процессы на Южном Кавказе, но и искренне стремится внести вклад в обеспечение мира и стабильности в данном регионе, он сказал. Azerbaycan ve Ermenistan arasında 8 Ağustos'ta imzalanan ortak bildiriyi bu minvalde hayırlı bir adım olarak görüyor, devamının gelmesini diliyoruz. Bugün bir kez daha Türk devletleri olarak aramızdaki dayanışma, karşılıklı saygı ve kardeşlik ruhuyla geleceğe emin adımlarla yürüdüğümüzü gösterdik. Büyük Türk dünyasını daha da güçlendirerek çocuklarımıza miras bırakacak olanlar bizleriz. Birazdan imzalayacağımız Gebele bildirisinin ve alacağımız kararların Türk dünyası başta olmak üzere tüm dost ve kardeş ülkelere hayırlı olmasını temenni ediyorum. Azerbaycan'a ve değerli kardeşim Sayın Aliyev'e fevkalade ev sahipliği için yeniden teşekkürlerimi sunuyor. Teşkilat üyesi dost ve kardeş ülke halklarına en kalbi muhabbetlerimi gönderiyorum. Отметив значение предпринимаемых шагов, направленных на развитие экономических, торговых и транспортных связей между тюркскими государствами, президент Республики Узбекистан Шавкат Мирзиёев коснулся темы мирных переговоров между Азербайджаном и Арменией. Azərbaycan Respublikasının prezidenti Zati Aliləri cənab İlham Əliyevə yüksək səviyyəli təşkilatçılıq və qonaqpərvərliyə görə təşəkkür edirəm. Sizin təşəbbüsləriniz sayəsində biz son illərdə Azərbaycanın müxtəlif güşələrini ziyarət etmişik. Bugün biz gözəl Qarabağın inkişafı və Şuşa, Xankəndi və Ağdam şəhərində həyata keçirilən işlərin şahidiyik və biz sizin yaxın dostlarınız kimi bu inkişafa olduqca sevinirik. Heç mübaliğəsiz demək olar ki, Ermənistanla imzaladığınız sülhlə bağlı bəyannamə məhz sizin siyasi iradəniz sayəsində mümkün olmuşdur və bu Türk dövlətlərinin birgə tarixi nailiyyətidir. Bu sazişlə ticarət, iqtisadiyyat, nəqliyyat və humanitar sahələrində də geniş əməkdaşlıq imkanları açılır. Подчеркнув важность укрепления сотрудничества, мира, стабильности и доверия между нашими странами в нынешней ситуации в мире, председатель Халк Маслахаты Туркменистана Гурбангулы Бердымухамедов сказал: İlk olaraq mən əziz qardaşım Zati Aliləri İlham Heydəroğlu Əliyevə bu tədbirdə iştirak etmək üçün dəvətinə və mənə göstərilmiş isti qonaqpərvərliyə görə təşəkkür edirəm. Türk Dövlətləri Təşkilatı, qardaş xalqları birgə tarix, mədəniyyət, irsə və dilə malik qardaş xalqları bir araya gətirib. Təşkilatın əsas hədəfi həmrəyliyi, dostluğu və qardaşlığı gücləndirmək, regional və beynəlxalq səviyyədə də birgə fəaliyyəti təşviq etməkdir. Премьер-министр Венгрии Виктор Орбан в своем выступлении выразил удовлетворение атмосферой, в которой бережно сохраняются общечеловеческие ценности, царит стабильность и взаимное доверие между тюркскими государствами, подчеркнул важность реализуемых главой нашего государства проектов в области возобновляемой энергии, значение которой он придает обеспечению мира и сотрудничеству.
Hörmətli cənab prezident, sizin fantastik nailiyyətləriniz, iqtisadiyyatın inkişafı, bərpa olunan enerji resursları və bu sahəyə qoyulan sərmayə onun sübutudur ki, Mərkəzi Asiya regionu və bu region Avropa İttifaqının qızıl ehtiyatıdır. Cənab Prezident Əliyevə təşəkkür edirəm ki, Azərbaycanın ən mühüm qaz yatağında Macar şirkətinin iştirakını üçün şərait yaratdı. Bu bizim üçün çox mühüm əhəmiyyət kəsb edir və bununla yanaşı Prezident Əliyevi və Azərbaycan xalqını əmin etmək istəyirəm ki, biz təkcə dost deyilik, biz strateji tərəfdaşıq. Выразив глубокую признательность президенту Ильхаму Алиеву и народу Азербайджана за приглашение на саммит в Габале, древнем историческом городе Азербайджана, президент Турецкой Республики Северного Кипра Эрсин Татар отметил большое значение того, что этот саммит совпадает с 5-й годовщиной победы в Карабахе, которая zолотыми буквами вписана в общую историю тюркских народов. Kardeş Azerbaycan'ın kararlılığı, cesareti ve haklı mücadelesiyle elde ettiği bu zafer yalnızca topraklarının özgürleştirilmesi değil, adaletin ve milli kararlılığın zaferidir. Büyük Türk ailesinin ortak bir zaferidir. Karabağ zaferi bizlere bir gerçeği bir kez daha göstermiştir. Türk dünyası birlik olduğunda her zorluk aşılabilir. Dayanışma içinde hareket eden Türk devletleri sadece kendi güvenliği değil, bölgesel barışın, istikrarın ve refahın da en güçlü teminatıdır. Kuzey Kıbrıs Türk Cumhuriyeti olarak bizler Azerbaycan'ın haklı davasında her zaman yanında olduk, olmaya da devam edeceğiz. Bizler aynı gönül coğrafyasının, aynı medeniyetin ve aynı kökten beslenen ortak bir tarihin mirasçılarıyız. Bugün burada yalnızca bir araya gelmiyoruz. Ortak geleceğimizi birlikte şekillendiriyoruz. Bu anlamlı zirvede bizleri büyük bir misafirperverlikle ağırlayan Azerbaycan Cumhurbaşkanı Karabağ Fatihi Sayın İlham Aliyev'e bir kez daha teşekkürlerimi belirtmek istiyorum. Генеральный секретарь Организации тюркских государств Кубанычбек Амуралиев в своем выступлении отметил, что встреча в древнем городе Габала, особенно после подписания совместной декларации между Азербайджаном и Арменией по установлению мира, имеет очень важное символическое значение. Hörmətli dövlət və hökumət başçıları, Vaşinqtonda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Zəngəzur dəhlizinin təmin edilməsi tarixi əhəmiyyətə malikdir. Bu, Türk dünyasının geosiyasi səviyyədə gücləndirəcəkdir. Zəngəzur dəhlizinin açılması qədim İpək yolunun bərpası ilə yanaşı bizim ölkələr üçün yeni iqtisadi və tranzit imkanları yaradacaqdır. Çin, Qırğızstan, Özbəkistan dəmir yolu layihəsi istismara verildikdən sonra orta dəhlizin stratejik əhəmiyyəti daha da güclənəcək, artacaqdır. Сказал генеральный секретарь, объявив об учреждении постоянного секретариата и специального программного фонда Союза тюркских университетов. Он отметил, что часть пожертвованных Азербайджаном $2 миллионов США будет направлена именно на финансирование этого проекта. Выразив уверенность в том, что председательство Азербайджана в организации будет успешным в плане углубления сотрудничества, укрепления экономических связей и развития взаимного партнерства, Кубанычбек Амуралиев подчеркнул. Bugün tərəfinizdən qeyd edilən vacib fikirlər və irəli sürülmüş təkliflər Qabələ bəyannaməsinə daxil edilibdir və bizim katibliyin fəaliyyət planına da daxil ediləcəkdir. Sonunda zatəllər cənab İlham Əliyevə tədbirin yüksək səviyyədə təşkilə və isti qonaqpərvərliyə görə təşəkkür etmək istəyirəm. Hörmətli həmkarlar, əziz dostlar, bugünkü müzakirələrə verdiyiniz dəyərli töhfələr üçün hər birinizə təşəkkür edirəm. Səsləndirilən bəyanatlar və fikirlər Türk Dövlətləri Təşkilatının gələcək fəaliyyəti üçün əhəmiyyətli istiqamətləri müəyyən edir. Təşkilatımızın katibliyinə və Ağsaqqallar Şurasına ümumi işimizə verdikləri töhfəyə görə təşəkkürümü bildirirəm. Əminəm ki, bugünkü zirvə görüşü dostluğumuzu, qardaşlığımızı daha da gücləndirəcək. İndi isə Türk Dövlətləri Təşkilatının 12-ci zirvə görüşünün bəyannaməsinin imzalaması mərasiminə başlayırıq.
Затем состоялась церемония подписания декларации 12-го саммита Организации тюркских государств. İmzalama mərasimi başa çatdı. Hər birinizi təbrik edirəm. Əziz dostlar, əziz qardaşım, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyul ayında Qarabağa səfəri zamanı Füzulidə Türkmənistan tərəfindən məscidin tikintisini təklif edib. Biz bu hədiyyə görə qardaş Türkmənistana təşəkkür edirik. Bu zirvə görüşü çərçivəsində məscidin təməl qoyma mərasimi nəzərdə tutulub. İndi bütün qardaş ölkələrin rəhbərlərini təməl qoyma mərasiminə dəvət edirəm.